Değerli izləyicilər, bugün sizlərə Pirşağıda çox gözəl yerdə həyət evi çəkib təqdim edəcəm. Evimiz 7 sot yarımın içərisindədir. Bütün videoda bütün hər şeyi izah edəcəm. Diqqətli izləyin, sona qədər izləyin. Bütün məlumatları videoda bildirəcəm. Orada mənzilin həyəti, evin həyəti yerləşir. Bura evin içərisidir, orada isə qarajı yerləşir. Əvvəlcə evin içərisini sizlərə göstərim. Görürsünüz bu formadadır. Ümumi olaraq evin içərisi 90 kvadrat sahədən ibarətdir. Burada belə bir TV stand quraşdırılıb, TV quraşdırılıb. Ümumilikdə döşəmə isti döşəmədir. Görürsünüz bu formadadır. Burada ev sahibi mətbəx yığıb, mebellər quraşdırılıb, divar içi mebellərdir. Və gördüyünüz bütün bu qapılar hamısı əlavə saxlanıcı yerləridir. Artıq əşyalarınızı yerləşdirmək üçün. İçərisi genişdir. Burada qaz filtrəsi quraşdırılıb, moyka burada quraşdırılıb. Həmçinin qabyan və paltaryanın yeri də burada nəzərə alınmış şəkildədir. Buranın da döşəməsi isti döşəmədir. Belə gördüyünüz kimi bu formadadır. İstədiyiniz şəkildə buranı bölə də bilərsiniz. İndiki ev sahibi bu formada inşa edib. Hamısı bir yerdədir, görürsünüz. Kifayət qədər genişdir, 90 kvadratdır buranın ümumi sahəsi. Yeri də çox gözəl bir yerdə yerləşir. Burada istipolun kollektor sistemidir. Yeri də çox gözəl yerdədir. Əmir Xəlil marketinin tam yanında yerləşir. Yəni hər kəs burada kimdən soruşsaz tanınmış bir marketdir. Buradan keçid alaq. Qarajı sizlərə göstərim. Həmçinin giriş hissədir. İşığını yandırım. Orada jalüzdən qapı qoyulub. Görürsünüz bu formada kombi sistemi orada quraşdırılıb. Buranın da içərisi genişdir. Rahatlıqla bir 3 maşın yerləşər bura. Hətta biraz sıx olsa 4 maşın da yerləşər. Kifayət qədər genişdir burada. Burada sanitar qovşaq yerləşir. Onu da sizlərə göstərim. Görürsünüz bu formadadır. Bütün aksesuarlar quraşdırılmış şəkildədir. Qarajdan keçid alaq yenə evə. Burada isə belə bir şüşəli qapı qoyulub. Buradan evin həyətinə keçmək mümkündür. İndi ev həyəti də sizlərə göstərəcəm. Həyətə keçməmişdən öncə onu da bildirim ki, sənədlər bələdiyyə sənədidir. Yəni kupça almaq mümkündür. Almaq olar. Belə dəyərli izləyicilər, keçək həyəti sizlərə göstərim və bir daha ev haqqında ümumi məlumat və qiyməti bildirəcəm. Burada da həyəti görürsünüz. Burada giriş qapısıdır. Əlavə olaraq bir giriş qapısı da buradadır. Evin giriş qapısı burada yerləşir. Yəni belə bir həyətimiz var. Çox genişdir. Orada baseyn də yığılıb. İndi düzdür, hazır vəziyyətdə deyil. Alan şəxs özü istədiyi şəkildə düzəldəcək. Burada belə bir yay mətbəxi, manqal yerləşdirilib və oturmaq üçün belə bir yer mövcuddur. Görürsünüz bu formada manqal və moyka quraşdırılıb. Oturmaq üçün gözəl bir güşə yaradılıb, bisetka yaradılıb. Görürsünüz bu formada. Orada isə baseyn var. İndi oranı sizlərə göstərəcəm. Burada baseyn tikilib. Görürsünüz bu formadadır. Bütün hər bir şey quraşdırılıb. Burada betonlandı. Ara kəsmələr də beton tökülüb. Altının 4-də bir baseyndir. Burada baseynin motorxanası üçün yer də qoyulub. Görürsünüz. Belə. Əlavə olaraq onu da bildirim ki, su quyu suyudur. 7-24 suyumuz var. Qaz var, işıq var. Hər bir şey 7-24'dür. Bir daha ev haqqında məlumat verim. Evimiz yerləşib Pirşağının tam gözəl yerlərindən birindədir. Mərkəzə yaxındır, dənizə də həmçinin yaxındır. 2 kilometrə yaxın dənizə məsafəsi var və yola da yaxın bir ərazidə yerləşir. Haradasa 500-600 metr kənarda ana yola çıxış mümkündür. Qiymət 85.000 manatdır, start qiymətdir. Sənədlər bələdiyyə sənədidir. Ətraflı məlumat üçün və mənzilə, evə baxış keçirmək üçün səhifədə nömrələrimiz var, əlaqə saxlaya bilərsiniz. Ev haqqında bu qədər. Növbəti çəkilişlərdə görüşənədək.